Bəzən dünyada insanın izzəti insanı axirətdən məhrum edir. Tilkəd-darul axirəti nec'aluha lillezine la yuridun uluvan fil ardı və la fəsada. Deyir, o axirət diyarıdır. Biz o diyarı yer üzərində ucalıq və fəsad istəməyənlərə vermişik. Yəni, o kəs ki, yer üzərində ucalıq və fəsad istəyir, axirət diyarı onluq deyil. Və sonra deyir, vəl-aqibətu lil-muttəqin. Əsl aqibət müttəqilər üçün. Diqqət elə bu faydaya. Yəni, bu fayda çox, yəni, Şeyxülislamdan, İbn Teymiyyədən çox gözəl faydadır. Buyurur ki, Şeyxülislam İbn Teymiyyə rahimehullah Məcmu Fətavada deyir ki, bu ayə 4 qism insana aiddir. Bu ayə 4 qism insana aiddir. Birinci qism onlardır ki, onlar yer üzərində ucalıq istəyir, fəsad istəyir, amma ucalıq istəmir. Yəni, ucalıq bunun çox, belə deyək də, tüklər umurunda deyil, fikrində yoxdur, amma fəsad eləmək istəyir. Bunlar deyir, yol kəsənlər və qutta tariq və oğrulardır. Oğrular insanların malını oğruyurlar, fəsad edirlər, insanları vururlar və s. Yer üzərində fəsad edir, amma adı sanı çıxsın, yəni ki, ona fikir vermir, o tərəfini istəmir. Bunlar oğrulardır. İkinci, kimlərdir? Onlardır ki, onlar həm ucalıq istəyir, həm də fəsad istəyir. Bunlar da deyir, hakimlər, sultanlar, padşahlar olurlar, zalim. Deyir, həm zülm edirlər insanların, həm də neynirlər? Adsan istəyirlər. Yer üzərində adsan istəyir. Bu ikinci qism. Üçüncü qism odur ki, fəsad eləmir, amma adsan istəyir. Bunlar kimdir? Şeyxülislam deyir ki, bunlar elm əhlidir. Allahu akbar. Bax, danışacaq falan kəs məcruhdur, carh edir onu. Onu carh edir. O hizbidir, falan kəs belədir. Heç bir dəlil yoxdur əlində. Ancaq kiminsə irzi haqqında danışsın. Allah Azze ve Celle, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnne a'radakum ve amvalakum, inne dima'akum ve a'radakum, amvalakum, aleykum haramun, ke hurmeti yevmikum haza, ve şehrikum haza, ve fi beledikum haza. Deyir ki, sizin qanlarınız, mallarınız, namuslarınız, irzləriniz bir-birinə nədir? Haramdır. Bu günün hörməti kimi, bu günün haram, bu yerin, yəni Məkkədə idi, bu yerin haramlığı kimi. Yəni, Məkkəncə haram diyarıdır. Oranca haramdırsa, orada bəzi şeylər var, etmək olmaz. Yəni ki, oranın budağını qırmaq olmaz, içilən şeyləri tapmaq, götürmək olmaz və s. Eləcə də siz bir-birinizə haramsınız. Ona görə insan gərək bir insan haqqında danışırsa, birincisi əhli olsun, ikincisi əlində dəlili olsun, sübutu olsun. Yoxsa bu ayəyə düşəcək. O kimdir Şeyxülislam? Deyir, elm əhlidir. Deyir, ucalmaq üçün başlayır bunun haqqında danışmağa. Ki bu ucalsın, bunun adını eşitsinlər, bunu bilsinlər. Və sonra dördüncü qism deyir, onlardır ki, onlar nə ucalıq istəmir, nə də fəsad etmək istəmir. Və sonra nə deyir? Vəl-aqibətu lil-muttəqin. Deyir ki, əsl aqibət də müttəqilər üçündür. Allah bizi onlardan eləsin. Yəni, ona görə insan gərək danışanda diqqətli olsun. Və lə təcəssəsu və lə yəqtəb ba'dukum ba'da. Cəsusluq etməyin. Bir-birinizin eyiblərini axtarmayın. Deyir ki, və lə yəqtəb ba'dukum ba'da. O cəsusluğun arxasınca qeybət gəlir. Bir-birinizin qeybətini etməyin. Əyyuhibbu əhadukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumuh. Sizdən biriniz istəyərmi ki, öz ölü qardaşının ətini yesin? Təsəvvürlə insan ölüb, yəni meyitdir qarşısında, bir dişliyib yiyirsən ətini. Ona bənzədib Allah Resulü sallallahu aleyhi ve sellem qeybəti. Yəni biz hər birimiz qeybət edəndə o yadımıza düşməlidir ki, bax, mən bu dəqiqə elə bir əməl edirəm. Sanki ölü əti çeynəmiş kimiyəm. Ona görə yəni ki, diqqətli olmaq lazım.